Xəzər dənizi, xüsusi bir gəmi, gizli toplantı yeri, gecə. Küləkli qaranlıq bir gecə, dənizdə dalğalar bir-birinə çırpılır. Kiçik ada sahilinə yaxın, radarlarla əhatələnmiş, qara rəngli bir zirehli gəmi lövbər salır. Gəminin göyərtəsi boşdur. Yalnız göy üzündə dolunay və uzaqda yanıb sönən bir siqnaşor görünür. Gəminin içi konferans otağı. Otaq zəif işıqlıdır. Kaç bir projektor otağın ortasında uzun metal masanı işıqlandırır. Divarda Azərbaycan bayrağı və təşkilatın simvolu, Səfəvi şiir, günəşinin ay və 8 güşəli ulduzla birləşmiş logosu asılır. Masada 6 nəfər əyləşir. General Mete Aydın, Kürşad Ercan, Altay Qacar, Tələt Əhmədov, Aydın Muradzadə. Əfəndim, biz də onları bilirik. Əgər əmr etsəniz, sabahdan hamısını zərərsizləşdirə bilərik. General bir müddət susur, masadakılara bir baxır. Adamlarımızın yoxa çıxdığını hiss edəndə aqressivləşəcəklər. Bizi tanıyırlarsa müdafiə tədbirləri qaçılmazdır. Tez və təkmil. Əmriniz nədir, əfəndim? Yeni plan quracaq. Neke istismar olmaqla hamınız başqa bir məkanda gizlənəcəksiniz. Metiger, təhlükəli bir oyun oynayacağıq. Mete gülümsəyir, sanki generalın planını çoxdan anlayıb. Digərləri isə çaşqın. Moskva, gecə, kilsə önü. Köhnə tarixi bir kilsənin qarşısında ondan çox avtomatlı mühafizəçi keşik çəkir. Rus qışının sərt havasında dondurucu bir sükut hökm sürür. Kilsənin içi. Kilsənin içində fərqli bir rəsmi otaq var. Otaqda masanın ətrafında Rus mafiyasının nəhəng simaları oturur. Vladimir Kleçkov, Çar, ləqəbli qəddar agent, Bəxtiyar Çopur, Malış Sergey Tarasov, Sarkis Tigranyan, İshak Mirişov, Mehdi Teymuryan, Zeyd Əl-Muxtari və Firuz Sistani. Vladimirin baxışları yalnız Bəxtiyarda cəmlənir. Bəxtiyar başını aşağı salıb tərləyir. Ələ keçən adamların danışmaq riski var. Ona görə də Bakıdakı 5-ci kolonu satqını türklərə güzəşdə gedəcəyik. Bəxtiyar qəzəbli olsa da cəsarətini itirib baş əyir. Bakı, gecə, şəhər küçəsi. 4 qara Volkswagen ard-arda dayanır. Səssizcə qapılar açılır. 12 mühafizəçi və arxadan gələn o lüks binaya girirlər. Lift 15-ci mərtəbəyə qalxır. O mühafizəçilərin müşayiəti ilə 9 nömrəli mənzilin qarşısına gəlir. Zəng çalınır. Otağın içindən işıq süzülür. Qapı açılır. O içəri girir. Amma içəridə onu gözlənilməz bir mənzərə qarşılayır. General divanda oturub, Kürşad yanında dayanıb. İkisi də məmnunluqla gülümsəyir. O çaşır, geri dönmək istəyərkən Mete qapının arxasından çıxır və ani bir təpi ilə onu yerə sərir. O dərhal huşunu itirir. Mete, general və Kürşad bir-birlərinə baxırlar. Mete onun üzünə tükürür. Xain, vətən xaini. Bakı, bir universitetin böyük konferans zalı. Zal işıqlandırılır. Divarda Azərbaycan, Türkiyə və digər Türk dövlətlərin bayraqları səhnənin arxa fonunda dramın ideoloji inteqrasiyası və gəncliyin rolu adlı konferansın afişası asılır. 1000-ə yaxın tələbə nəfəsini tutaraq tribunaları yönəlmiş baxışlarla çıxışı dinləyir. Atmosfer gərgin və ruhlandırıcıdır. Tribunada Aydın Muradzadə dayanır. Gözləri alovlanır.
əlləri ilə tez-tez vurgular verir. Səsinin tonu hər an artıb azalır, zalda dalgalanır. Ey kızcıksan, senin istikbalın öz elinde. Bugün sen artık financısen olmalıdır. Səni artıq kahingər, sehirbazlar, rəmmallar, mərsiyahallar, saftafalçılar, idraçı sönük başçılar və s. bu kimi bir sürü nifrət dolu rəhbərlər deyil, kültürü küfrü yükseltmeye çalışan həqiqi alimlər, intellektual idarə etməlidir. Ey Türk milləti, sən kökündən çox uzaqlaşıb Çin qənisinə, Viyana dağlarına, Roma civarına, Afrika qitəsinə qədər vardığın üçün zaman deyilən bağ qayçısı həddən artıq uzanan budaqlarını kəsdi. Kəsdi ki, sən qocalmayıb öz kökün üzərində yenidən burada artıq cavanlaşasan, böyüyəsən, əbədi yaşar olasan. Ey Kürt dünyası, sənin gələcək istiqbalın Turanın bütövləşməsindədir. Bu paramparça olub ərazisi yağı düşmənlər tərəfindən zəbt olunmuş Turanın bütövlüyünün açarı Azərbaycan deyilən ən qədim Türk yurdunun bütövlüyündədir. Əgər bütün diqqətini ona yönəltməsən, bütün ağlını və gücünü onun bütövləşməsinə sərf etməsən, bütün əməllərin boşa çıxacaq, bütün imkanların hədərə çəkəcək. Zalda uğurlu alqışlar eşidilir. Lakin Aydın müəllim əlini qaldıraraq sükut istəyir. Hər kəs dinir. Zalın arxa cərgəsi. Aynur Məmmədova not dəftərinə qeydlər edir. Gözləri daim tribunadadır. Lakin yanında oturan qızın dirsəklənməsi ilə başını çevirir. İki cərgə arxada oturan gənc bir kişi ona baxır. Aynur baxışlarını tez geri çəkir. Amma içində bir titrəmə hiss edir. Zalın arxası Meki Aydın düşüncəlidir. O təkcə çıxışı dinləmir. Onun üçün zalda önəmli olan tək bir şey var. Aynur. Aman Allah. Sən necə də ulusan, müqəddəssən. Sənin yaratdıqların bu dünyanın fövqündədir. Bu gözəllik, bu zəka, bu sadəlik bir qadında birləşə bilərmiş. Aynur yüzünü çevirib gözlərini onunla toqquşdurur. Mehdi tələsik başını çevirib diqqətini çıxışa bilir. Lakin fikri hələ də Aynur xanımdadır. Konferans bitir. Minlərlə gənc zalı tərk edir. Söhbət edənlər, şəkil çəkdirənlər Aydın müəllimin ətrafında sıx toplaşanlar. Mehdi telefona baxır. Aynurun nömrəsi telefonun kontaktlarındadır. Barmağı zəng düyməsinə toxunmaq üzrədir. Lakin dayanır. Sən onun nömrəsini başqasından almısan Mehdi. Bu düzgün deyil. Əgər onunla bir gələcək düşünürsənsə, dürüst başlanğıcla başlamalısan. Axı ilk dəfə tanış olanda o sənə gülümsədi. Adını soruşdu, söhbət etdiniz. Niyə o zaman nömrəsini özün istəmədi? Mehdi telefonunu cibinə qoyur. Dərin nəfəs alır. Ətrafındakı səs-küyə baxmayaraq o öz dünyasındadır. Aynur Universitetin 2-ci mərtəbəsindəki pilləkəndə dayanıb izdihamı seyr edir. Mehdi izdihamdan uzaqlaşmaq üzrədir. Göz təbəssümlə baxır, amma bir söz demir. Aynur əlindəki kitabçaya yazdığı qeydləri oxumağa başlayır. Kur'an'ın filası birliğe səsləyən düşüncə ilə, ideologiya ilə, bütün Türklərin ortaq çalışmaları ilə mümkündür.